hesablayın. Bunun üçün nə edirik? İ'nin düsturunu yadımıza salırıq. Şüalanma selinin sıxlığı nə idi? İ. İ nəyə bərabərdir? İ bərabərdir. P bölünsün S-ə. Bu S-in də yerinə mən nə yaza bilərəm? S bərabərdir 4pi R kvadratı. Yəni, bu riyaziyyatdan bildiyimiz bir düsturdur. Bunu gətirib yerinə qoysam, P bölünsün 4pi R kvadratı. O zaman vahidləri yerinə yazaram. Vahidləri yerinə yazanda 3 onda 6 vur 10 üstü 6 4 vur 3 vur 100. Aha, hesablama apararkən cavabımız gəlib alınacaq 2000 volt bölünsün metr kvadratı daha doğrusu və burada bizdə kilovat bölü metr kvadratı istədiyinə görə biz burada A variantını götürürük. Sonra 48-ci sualda aşağıdakı şəkildə verilmiş kütləli ideal qazın təzyiqinin həcminə asılılıq qrafiki təsvir olunmuşdur. Qaz molekullarının orta kinetik enerjisi necə dəyişib? Öncəliklə orta kinetik enerjinin düsturunu yazırıq. 2-də 3 PV düsturu ilə yazırıq. Burada bu bunun ilkin vəziyyətidir. İndi isə dəyişmələrə baxaq. Y kinetik 2 yazıram. Dəyişməsinə baxıram. Baxıram. P 2-də 3 əlbəttə ki, əmsaldır, qarşısında qalır. P necə dəyişib? P görürsünüz azalıb. O hansı istiqamətdədir? P-nin azalması istiqamətində. Nə qədər azalıb? 5P0 idi, P0-a gəlib. Yəni, P0 5 dəfə azalıb. V necə dəyişib? V baxıram, V0-daydı, 4V0-a gəlib. Yəni, 4 dəfə artıb. Vur 4V0. Burada bunu həll edərsəm nə alaram? 0.8 almış olaram. Baxıram, 1 idi, vahid idi. Gəldi oldu 0.8. Nə qədər azaldı? 1-dən 0.8-i çıxıram. 0.2 qədər azalıb. Biz bu 0.2-ni faizlə ifadə eləsək, 0.2-ni vuracaq 100-ə. Bu da eləyəcək 20%. 20% nə oldu? Azaldı. Niyə görə? 1 idi, 0.8-ə düşmüş oldu. Gəlirik 49-cu məsələyə. 49-cu məsələ tamamilə düstur üzərindən həll olunacaq məsələdir. Bizə nə deyir? Şəkildə diffraksiya qəfəsinin maksimumu üçün fi meyl bucağının sinusunun qəfəsin üzərinə düşən monoxromatik şüaların dalğa uzunluğundan asılılıq qrafiki verilmişdir. Qəfəsin tərtibi 2 olarsa, onun periodu nə qədər olar? Təbii ki, tərtibi öncəliklə burada işarəliyik. Tərtibi 2 olarsa, sinus fi'miz də var, lambdamız da var. Düsturumuzu yazırıq. D sinus fi bərabərdir. K lambda düsturu ilə hesablayacaq. Buradan D-ni tapırıq. K lambda bölünsün sinus fi'yə. Buradan da gətirib qiymətlərimizi yerinə qoyub hesablayanda K 2-dir. Lambdamız olur 400. Vurulsun 400 nanometr bölünsün 0,2. Bunlar da ixtisar aparanda cavabı tapacaq 40 mikrometr. Yəni B variantı ilə tapacaq. Gəldik burada verilmiş kondensatorun tutumunun müqavimətinin dəyişən cərəyanın rəqs perioduna asılılıq qrafiki hansıdır? XC-nin öncəliklə düsturunu yazırıq. 1 böl omega C. Burada omeganı periodla ifadə eləsək 2pi böl T vur C-dən. Baxırıq ki, XC T ilə düz mütənasibdir. Bu da A variantında öz əksini tapıb. Gəlirik növbəti 51-ci məsələyə. Bir cins elektrik sahəsində protonun və elektronun hərəkət istiqaməti təsvir edilib. Euler-Venn diaqramında uyğun bəndləri müəyyən edin. Öncəliklə müəyyən edək ki, Y bu tərəf mənfidir, bu tərəf müsbətdir. Və birinciyə təsir edən qüvvə bu istiqamətdədir. İkinciyə təsir edən qüvvə də bu istiqamətdədir. Çünki mənfi istəyir müsbətə tərəf getsin, müsbət də istəyir mənfiyə tərəf getsin. Əvəzəli qüvvələrimizi göstərmiş olduq. İndi, yəni sahə daha doğrusu istəyir ki, bu cisimləri bu istiqamətlərdə aparsın. İndi baxaq. Zərrəcik bərabər təcili hərəkət edir. Hər ikisində zərrəcik bərabər təcili hərəkət edir.
Zərrəciyin hərəkəti zamanı kinetik enerjisi artır. Hansında kinetik enerji artır? Kinetik enerji o zaman artır ki, cisimlərin sürəti artır. Sürət də hər ikisində artdığı üçün cavabımız olacaq burada 2. 2 də hər ikisinə aiddir. Sahə tərəfindən zərrəciyə təsir edən qüvvə sağa yönəlib. Sağa yönəlib hansında? Protonda. Yəni 3 gəldi bura. Sahə tərəfindən zərrəciyə təsir edən qüvvə sola yönəlib. Hansında? Sola yönəlib. Baxırıq. Elektron da sola yönəlib. Zərrəciyin hərəkət zamanı sahənin gördüyü iş müsbətdir. Hər ikisində görülən iş müsbətdir. 5 gəlir bura. Cavabımız oldu C variantı. Keçirik. Şəkildəki A şüasının rəngi hansıdır? Bunu bilmək üçün rənglərin ardıcıllığını əzbər bilmək lazımdır. Bunun üçün yadda saxlamağın sadə yolları əlbəttə ki, çoxdur. Bunun üçün bir yol da mən sizə deyim. Bir cümlə var. Həmin cümlədəki sözlərin baş hərflərindən rənglərin ardıcıl düzülüşünü ala bilirik. Qarı, nənə, sarı yumurtaları Moskvaya göndərə bilmədi. Baxın, bu cümlə bizə rənglərin ardıcıl düzülüşünü rahat bir şəkildə verir. Və baxıram, burada hansı rəng var? Sarı, sarı və mavi. Bunun arasında hansı rəng qalıb? Yaşıl rəng. Cavabımız olacaq A variantı, yaşıl. Atomun enerji səviyyələri diaqramı verilmişdi. Keçidlərdə fotonun şüalanmasına uyğun dalğa uzunluqlarını artan sıra ilə düzün. Şüalanma dedikdə biz üzü aşağı xətlərə baxırıq. Niyə görə? Şüalanır, verir. Bir şeyi verdikcə, özündən şüa buraxdıqca ilkin vəziyyətinə qayıtmaq istəyir. Ona görə də stasionar halına qayıtmağa çalışır. Ona görə də üzü aşağı yönəlir. Yəni, bu üzü yuxarı olanları öncədən silirik. Və dalğa uzunluğu şüalanma ilə tərs mütənasib asılıdır. Bu da o deməkdir ki, dalğa uzunluğu böyük olan yerdə şüalanma kiçik, dalğa uzunluğu kiçik olan yerdə şüalanma böyük olur. Baxıram, birinci, ən böyük şüalanma Y1-dədir. Birincidədir, ən böyük şüalanma. Daha sonra 2 və ən kiçik şüalanma 3-dədir. Və bizə deyir ki, bunları artan sıra ilə düzün. Artan sıra ilə düzmək azdan çoxa düzməkdir. Deməli, ən az hansındadır? 3-də, 2-də, sonra isə 1-də. Gəldik. Çaydandakı 100 Selsi temperaturlu suyun 20%-ni buxarlandırmaq üçün ona 2,3 megajol istilik miqdarı verilməlidir. Çaydanda neçə litr su var? Bu məsələni həll etmək üçün öncə 20%-lə həll edirik, daha sonra 100%-ni tapacaq. Bizə Q bərabərdir L M düsturu kömək edəcək. Burada öncəklə 20%-dəki kütləni tapırıq. 20%-dəki kütləni tapsaq görərik ki, hər ikisi megajoldur. Yəni 1 kiloqram burada 1 kiloqram burada cisim var. Deməli, 20%-də 1 kiloqram. 100%-də isə x kiloqram qədər su var. Buradan tənasübü həll etsəm, cavabım neçə çıxacaq? Uşaqlar, 20%, 100, vurulsun 1, 5. Deməli, ümumilikdə cəmi çaydanda 5 litr su varmış, 5 kiloqram su varmış daha doğrusu. Və bu məsələnin də həlli belə yekunlaşır. Sonra, fotoeffektin qırmızı sərhədinə uyğun dalğa uzunluğunu 600 nanometrdir. Elektron çıxış işini hesablayın. Elektron çıxış işi A bərabərdir. H, C bölü lambda düsturu ilə rahat bir şəkildə hesablaya bilərik. Buradan da gətirib yerinə qoyuruq. 4,2 vurulsun 10 üstü mənfi 15 vur. 3 vurulsun 10 üstü 8 bölünsün 600 vur 10 üstü mənfi 9. Bunlarda da ixtisarlarımızı aparandan sonra 2,1 joule olaraq tapmış oluruq. Gəlirik 56-cı sualın izahına. 56-cı sualın izahında biraz
yerə ehtiyacımız olacaq. 56-cı sualın izahına baxaq. Deyir ki, düz xətt üzrə hərəkət edən cismin koordinatının zamandan asılılığı verilmişdir. 4 saniyə müddətində cismin yola və yer dəyişməyə görə orta sürətlər arasında fərq neçə metr bölü saniyədir? Öncəliklə 56-cı sualda birinci yolu, sonra isə yer dəyişməni tapaq. Yol tapsaq, yol tapmaq bizim üçün asandır. Cisim nə qədər yol gedib? Buradan bura gəlib, 20 burada gedib. Sıfırdan gəlib 40-a, 40 metrdə burada yol gedib. Sonra isə 40 metrdən də gəlib üzü aşağı, yəni 40-dan 10-a gəlib 30 metrdə burada yol gedib. Ümumi bunun getdiyi yol 90 metrdir. 90 metrə görə bunun sürətini tapsam və yer dəyişməyə görə sürəti 90 böl, bütün bu prosesi deyir ki bizə 4 saniyədə həyata keçirdi. Yəni 90 böl 4 bizə verir 22,5 metr böl saniyəni. Yer dəyişməyə görə tapanda isə baxıram. Yer dəyişməyə görə tapmaq daha asandır. Baxırıq. Cisim yerini nə qədər dəyişib? Bax. -20 idi. Gəlib hara? 10-a. X çıx x sıfırdan tapıram. X-im neçədir? Son yeri haradır? 10. X sıfırım neçədir? -20. Nə qədər yerini dəyişib? 30 metr yerini dəyişib. Və x-ə görə də tapsam 30 böl 4-dən eləyəcək 7,5 metr böl saniyə. Bunların da fərqini tapsam və yer dəyişməyə görə, yola görə və yer dəyişməyə görə çıxanda eləyir 22,5 çıxılsın 7,5. Bu da bizə verir 15 metr böl saniyəni. Növbəti sual, uyğunluğu müəyyən edin. Uyğunluğu müəyyən edəcəyimiz şəkildə ilk öncə bucaqları özümüz tapaq, daha sonra həll edərik. Baxırıq. Şua 50 dərəcə ilə düşüb. Təbii ki, 50 dərəcə ilə düşübsə, düşdüyü yerdən də 50 dərəcə ilə qayıdır. Burada 90 dərəcə perpendikulyarlıq verilib. Baxın, bu 50-ni burada sərf edibsə, bura nə qədər qalıb? Bura qalıb 40 dərəcə. Bura 40-dırsa, bura düzbucaqlı olduğuna görə bura olacaq 50, onda burada olacaq 40. İndi gəlin verilənlərə uyğun tapaq. Sınma bucağı. Cismin sınma bucağı hansıdır? Baxın, bu. Sınma bucağı. Sınma bucağı neçədir? 40 dərəcə. Olur B. Qayıtma bucağı. Qayıtma hansıdır? Qayıtma, baxın, budur. Qayıtması nə qədərdir? 50 dərəcə, yəni C. Düşən şua ilə qayıdan şua arasındakı bucaq. Baxın, düşən şua budur, qayıdan şua da budur. Onların arasındakı bucaq da budur. Yəni 100 dərəcə D variantı. İndi isə 58-ci suala birlikdə nəzər salaq. Preparatdakı alfa radioaktiv nüvələrin başlanğıc sayı 4/10^14-ə bərabərdir. T bərabərdir 3T müddətində preparatı tərk edən alfa hissəciklərinin ümumi yükünü mikrokulonla hesablayın. İndi gəlin hesablayaq. Birinci bizə lazımdır ümumi say, yəni N. N necə tapılır? N0 vurulsun, 2 vur. -T böl T düsturu ilə tapırıq. Gətirək burada yerinə qoyaq. N-i neçə verib bizə? 4 vur, 10^14. Vurulsun, 2 vur, -. T bərabərdir 3T-ni nəzərə alırıq. 3T bölünsün T. Buradan T-lər gedərsə nə qalacaq? Qalacaq 4 vur, 10^14 vurulsun, 2 üstü -3 qalacaq. Bunu da 8-də 1 olaraq göstərə bilərəm. Buradan da alınır 5 vurulsun 10^13 sayda hissəcik. İndi bunun yükünü tapanda Q bərabərdir N-Y düsturu ilə tapacam. N-i tapmışam 5 vur 10^13 və Y-ni də vururuq. 1/6 vur 10^-19-a. Cavabımız olur 8 vur 10^-6 kulon. Bizdən isə cavabı mikrokulonla ifadə eləməyimizi istəyir. Mikrokulonda zaten 10^6 olduğuna görə cavabımız olur 8 mikrokulon. Gəldik 59-cu suala. 59-cu sualda
bizə nə deyir? Deyir ki, yer səthindən şaqili yuxarı atılmış cisim 4 saniyədən və 6 saniyədən sonra eyni hündürlükdə olmuşdu. Yer səthindən neçə metr hündürlükdə cismin kinetik enerjisi potensial enerjisindən 4 dəfə böyük olduğunu hesablayın və cavab vərəqində cismin kinetik enerjisinin zamandan asılı qrafikini qurun. Sualımız nisbətən biraz digərlərindən çətinliyi artırılmışdı. Yazaq. Birinci bizə nə deyilir? Bizə deyir ki, baxın, şəklini çəkək, beynimizdə daha yaxşı canlansın. Bu bir cisimdir. Cisim atılıb və yerə düşüb. Atılıb və yerə düşüb. Bu, haradasa 4-cü saniyədə və 6-cı saniyədə eyni hündürlükdə olub. Baxın, burada eyni hündürlükdə olub. Biz indi bunun ümumi qalxma müddətini tapmaq istəsək, T qalxma nəyə bərabərdir? T1 üstəgəl T2 böl 2-yə. Yəni, 4 üstəgəl 6 böl 2, 5 saniyədə bu cisim qalxma icra edib. Yəni, buradan bura qədər, yəni qalxana qədər gəlib bu cisim cəmi nə qədər vaxt sərf edib buradakı yola? 5 saniyə vaxt sərf edib. Daha sonra nəyi tapırıq? Daha sonra cismin atılma sürətini tapırıq. V bərabərdir. V0 çıx JT ilə ifadə olunur. Bizim deyir ki, bu hündürlükdə götürsək, V burada 0-dır. V 0-dırsa, V0 JT-yə bərabərdir. 5 saniyə ərzində bu cisim havada olub və sərbəst düşmə təcili 10-dursa, deməli bu cisim 50 metr böl saniyə ilə yuxarıya atılıb. Və bunun hal-hazırda 4 saniyədəki, yəni buradakı sürətini də tapa bilərəm. Onda V bərabərdir, V0 çıx JT ilə ifadə edəcəm. Bu da olacaq V0 50 çıxılsın 10 vur 4-dən 10 metr böl saniyə. Daha sonra bizə növbəti nə şərt verilib? Bizə verilib ki, Y kinetik 4 Y potensial qədərdir. Baxın, buradakı bu şərt. Kinetik enerjisi potensial enerjisindən 4 dəfə böyük olduğunu deyib nəzərə alın. Gətiririk burada mv kvadratı böl 2 bərabərdir 4 Y potensiala. Y potensial da düsturunu bir dəfə yazsaq yerinə olur mgh. Hər iki tərəfdən m'lər gedir. Burada nə qalır? V kvadratı bərabər olur 8gh. V kvadratı 8gh bərabər olarsa, gətirib biz buradan 4-cü saniyə üçün rahat bir şəkildə h-ı tapa bilərik. Çünki h-ı biz nə tapdıq? V-ni tapdıq 10. İndi burada h tapmaq istəyirəmsə, h bərabər olacaq nəyə? H bərabər olacaq V kvadratı böl 8J-yə. Bunu da gətirib V kvadratımız eləyəcək 100. 8 vur 10-dan. Bu da eləyəcək 1,25 metr. Deməli, cavabımız 1,25 metr olacaq. Yer səthindən hansı hündürlükdə deyir bizə. İndi cismin qrafikini qursaq. Y kinetikin qrafiki. Y kinetikin zamandan asılı qrafiki. Burada iki cürdür. Birincisi 5 saniyə. Bu bizim T qalxmamızdır. 10 saniyə isə T uçuşdur. Biz də cismimizin qrafikini belə quracaq. Bura Y tamdır. Bura 5 saniyədir. Bura isə bunun sonu 10 saniyə. Daha sonra növbəti məsələmizdə deyir ki, şəkildəki fokus məsafəsi F olan nazik toplayıcı linzadan D böyüklüyü 2F məsafəsində A cismi və linzaya düşən 3 şüa göstərilmişdir. Linzadan keçən şüaların yolunu düzgün göstərərək cavab vərəqində A cisminin xəyalını qurun və hansı optik cihazın xəyalı olduğunu yazın. Baxaq, yaxınlaşdıraq şəklimizi. Birinci, paralel gələn şüalar, biz bilirik ki, bir şüası fokusdan keçəcək. Fokusdan keçirdik. İkinci, mərkəzə gələn şüalar sınmadan olduğu kimi geri qayıdacaq. Yəni, sınmadan olduğu kimi keçib gedəcək daha doğrusu.
İkinci, fokusdan gələn şüalar sınaraq paralel şəkildə öz yoluna, oxa paralel şəkildə öz yoluna davam edəcək. Bu cismin xəyalı gəldi, harda alındı? Bu cismin xəyalı gəldi, baxın, bu nöqtədə alındı. Yəni, F və 2F-in arasında alınmış oldu. Və hansı optik cihazda belə xəyal almaq mümkündür? Təbii ki, fotoaparatda belə bir xəyal alırıq. Bu da bizim sonuncu sualımız idi. Burada yazaq, fotoaparat.